Salam, mix səviyyəli belə bir sual var. Bu sualı işləyə bilmək üçün birincisi nisbi sürəti qəşəng bilməlisiniz, ikincisi şaquli aşağı-yuxarı atışları yaxşı bilməlisiniz. Mən hal-hazırda sualı iki hissəyə parçalayıb elə işləyəcəm. Başlayaq sualla tanış olmağa. Bu arada suala keçməmişdən öncə yuxarı istiqaməti şərti olaraq müsbət götürürük, aşağını mənfi qəbul edirik. Davam edək. Yuxarıya doğru sabit 30-la yüksələn bir balon var. Balonun özünün sürəti müsbət 30-dur, çünki yuxarıya doğru gedir və bir cisim balona görə 20 sürətlə aşağı düşür. Bax, bu hissəni çəkib götürürük. Bizə demir ki, cismin sürəti 20-dir. Bizə deyir ki, cismin balona görə sürəti 20-dir. Bunu artıq nisbi sürətlə işləyəcəyik. Əgər nisbi sürətdə zəifliyiniz varsa, onu bərkidib elə gəlin. Davam edək. İndi nə yazırıq? Cismin özünün sürətinə Vx deyirik. Balonun sürətinə müsbət 30 qəbul edirik. Və bizə deyir ki, cismin balona görə orta sürəti 20-dir. Onda nə edirik? Nəyə görədir? Balona görə. Onda balonun işarəsini dəyişib mənfi 30 edirik. Vx olduğu kimi saxladım. Balonun işarəsini dəyişib mənfi 30 elədim. Yekun nəticə nəyə bərabər oldu? 20-yə. Hansı 20-yə? Mənfi 20-yə, çünki aşağıya doğru gedir. Buradan Vx-i taparıq. Vx bərabərdir müsbət 10-a. Yəni, atılan bu cismin sürəti yuxarıya doğru 10-a bərabərdir. Mən artıq bunları silim. Artıq bizə nə balon maraqlı deyil. Bax, bu hissəni silim. Çünki biz buradan götürə bildiyimizi götürdük. Deməli, cismin sürəti yuxarıya doğru 10-a bərabərdir. Bu belə. İndi deyir ki, 5 saniyə sonra yerə düşər. Əvvəla, gəlin görək nə baş verir. Əgər 10-la yuxarıya doğru atılırsa bir cisim, artıq burada şaquli yuxarıya atılmaya baxırıq. Deməli, maksimum nöqtəyə neçə saniyədə çatar? 1 saniyədə. Mən lap da xırdalığa girməyəcəm, dediyim kimi. Bilmirsinizsə, atışlar mövzusunun izahı var. Onu izləyin. YouTube-da yerləşdirmişəm, sonra gəlin. T bərabərdir 1 saniyədə. 1 saniyədə maks nöqtəyə çatar, sonra 1 saniyədə də gələr həmin nöqtəyə çatar. Ümumi zamanımız 5 deyil, 2-si getdi. Yerdə nə qaldı? 3 qaldı. T bərabərdir 3. Sonra biz bilirdik ki, bir cisim hansı sürətlə atılırsa, o sürətlə də gəlir həmin nöqtəyə çatır. Yəni, 10-la atılıbsa, deməli elə burada V bərabərdir 10-la çatdı. İndi gəlin bu H hündürlüyü tapaq. Görək necə tapırıq. Bunu düsturla da işləyə bilərsiniz. Başlanğıc sürət var, zaman var, yerinə qoyub taparsınız. Ancaq gəlin asan qaydalarla işləyək. Deməli, 10-la atılıbsa nə edirdik hündürlüyü tapanda? 10-un üzərinə 5 gəlirdik. Olurdu 15. Sonra hər saniyə 10-un artırırdıq. 25, 35 və salam dayandıq. Çünki cəmi 3 saniyədir. Qutardı getdi. H hündürlüyü tapmaq üçün bunları toplayırıq. Bu da bizə verir 75.